Növbəti testimizin izahı gəlir. 97-ci test. Bu tipli testlər qəbula düşə bilər. Deməli, burada bizə verilibdir bir iqtisadi rayonumuz. Bu iqtisadi rayonumuz gördüyünüz kimi Lənkəran Astara iqtisadi rayonudur. Görək Lənkəran iqtisadi rayonunun xüsusiyyəti necədir? Bura hansı xüsusiyyətlər aiddir? Biz bilirik ki, ilk öncə onu deyək ki, Lənkəran iqtisadi rayonu, yəni Lənkəran vilayəti ərazisində yerləşir. Bu ərazidə yerləşən dağlar paleogen yaşlı dağlar idi. Düzənliyi isə Lənkəran ovalığı bu 4-cü dövrün çöküntülərindən ibarətdir. Yəni antropogen dövrünün çöküntülərindən ibarətdir. Və demək olar ki, bu ərazidə heç bir filiz mənşəli faydalı qazıntılara rast gəlinmir. Ümumiyyətcə, faydalı qazıntı ehtiyatı çox zəif, kəsaddır. Filiz mənşəli, qeyri-filiz faydalı qazıntılar olsun, yanacaq faydalı qazıntılar olsun, çox kəsaddır. Hətta deyərəm ki, filiz mənşəli faydalı qazıntılara neft qazı ehtiyatı heç yox dərəcəsindədir. İndi buradakı suallara baxaq, daha doğrusu variantlara baxaq bir-bir. Deməli, birinci burada verir ki, yeyinti sənayesi, yəni qida sənayesi müəssisələrinə malikdir. İstənilən bir iqtisadi rayonumuz yeyinti sənayesinə malikdir. Bu bir doğrudur. Quru subtropik meyvələrin əsas hissəsi burada becərilir. Xeyr, burada rütubətli subtropikdir. Quru subtropik Kürdağarası çökəkliyi ərazisində yerləşən iqtisadi rayonlara aiddir. Mərkəzi rayon ola bilər, Milli Muğan olar, Abşeron Xızı ola bilər. Bakı ola bilər ki, Şirvan Səlyan ola bilər ki, orada quru subtropik meyvəçilik geniş yayılıbdır. Ağır sənaye sahələri dedikdə isə burada ağır sənaye qara metallurgiya sənaye sahələrindən gedir ki, əlbəttə ki, ola bilməz. Ağır sənaye sahələri bizim qərb rayonlarımızda və bir də Bakı ərazisindədir, Sumqayıt Boru Prokat müəssisəsində. Dördüncü, dənizə çıxışının olması balıqçılığın inkişaf etdirilməsinə imkan verir. Bəli, doğrudur. Çünki dənizə çıxışı var və balıqçılıq inkişaf etdirilibdir. Beşinci, elektrotexnika və maşınqayırma sənayesi. Xeyr, elektrotexnika və maşınqayırma sənayesi bu ərazidə yerləşmir. Əsasən Abşeron Xızı və Bakı iqtisadi rayonlarındadır. Əsasən də Bakı iqtisadi rayonlarında. Altıncı, tərəvətçilik və meyvəçiliklə bağlı sənaye sahələri inkişaf etmişdir. Bəli, faraj tərəvətçilik, yəni tez yetişən tərəvətçilik məhz bu ərazilərdə inkişaf etdirilmişdir. Doğru cavabımız olur 1, 4, 6.